Xəzər rayonu əhalisinin dayanıqlı və keyfiyyətli içməli su təchizatı və tullantı sularının axıdılması məqsədi ilə İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xəzər rayon su kanal idarəsi işləri müntəzəm davam etdirir. İdarənin işçi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və şəbəkədə baş vermiş qəzalar qısa vaxt ərzində aradan qaldırılır. Xəzər rayon su kanal idarəsi 62250 abonentə xidmət göstərir. Əhalini keyfiyyətli içməli su ilə təmin etmək üçün Su kanal idarəsinin qəza xidməti 24 saat xidmətdədir. Hal-hazırda olduğumuz yer Mərdəkan qəsəbəsi Sahil küçəsidir. Su təchizatının yaxşılaşdırılması üçün diametri 200 mm olan xəttin üzərinə sirtmə quraşdırılır. Dövlət proqramına uyğun olaraq bir il ərzində Xəzər rayon su kanal idarəsi tərəfindən müxtəlif diametrli 17300 paqanometr su xətti çəkilib, 926 ədəd ev birləşməsi verilib, 1270 paqanometr müxtəlif diametrli istismara yararsız polad xətti dəyişdirilib. Şivalan qəsəbəsi Mayak bağ massivində 5900 paqanometr, Buzovna qəsəbəsində Zaqulba prospektinin kənarında isə 1700 paqanometr su xətti çəkilib. Xəzər rayon su kanal idarəsinin xidməti ərazilərində yağıntılardan sonra yaranan su basma hallarının aradan qaldırılması üçün bəzi tədbirlər görülmüşdür. Belə ki, Şahan qəsəbəsi yeni sahədə 700 paqonometrə 160 mm təzyiqli xətt çəkilmiş, 800 paqonometrə müxtəlif diametrli öz axımlı xəttlər çəkilərək drenaj sistemi qurulmuşdur. Qeyd edək ki, əhalinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Xəzər rayon su kanal idarəsinin xidməti ərazilərində bir sıra layihələrin icrası həyata keçirilir. Belə ki, Binə qəsəbəsi Bolluq yaşayış massivində 6990 paqonometr müxtəlif diametrli su xəttlərinin çəkilməsinə başlanılıb. Bundan başqa Şivalan qəsəbəsində istismara yararsız olan 1270 paqonometr müxtəlif diametrli polad su xətti yeni polietilen xəttlə əvəz edilib.